Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə sıx-sıx duyduğumuz, hətta bəzilərini anladığımız, ancaq özümüzün işlətmədiyimiz, əslində işlətsək daha yaxşı olar. Bu tip sözləri, əlbəttə ironi, sarkazm, hər şey haqqında məlumat verəcəm və videonu tuta bildiyim qədər qısa tutacağım ki, siz də yorulmayın deyə. Keçək birbaşa dərsimizə. Norveç dilində vacib sözlər və onların açıqlaması deyə başlıq atdım. Görürsünüz ekranda nödvendi əslində sıx-sıx duyduğumuz bir sözdür və bunun adı zəruri, vacib, lazımlı kimi tərcümə edilir. Şeyin vacibliyini bildirmək üçün istifadə olunur. Yəni bir şey sizə vacibdirsə bundan istifadə edirsiniz. Aşağıdakı örnəkləri də görürsünüz. Det er nødvendig å lære språket. Dil öyrənmək ya da yaxud dili öyrənmək vacibdir və yaxud det er ikke nødvendig å ta med paraply. Yəni məsəl üçün yağmur yağmırsa deyirsən ki, çox da vacib deyil və yaxud vacib deyil ki, özünüzlə çətir götürəsiniz. Bilirsiniz ki, biz daha öncə məcburiyyət məsələsini mo'ya bağlamışdıq. Yəni ingilis dilindəki must, should, have to kimi olan, Norveç dilində də mo, modda keçmiş zamanda bir şeyi etməyə, mən etməliyəm kimi bir məcburiyyətdən. Amma məcburiyyət sözünün özü var və bu necə ifadə olunur? Buna da nöt deyirlər. Nöt til yörə nokka, mo'ya əslində nokka dialektlədir. O zaman da nöt tildən istifadə edirsiniz və yaxud nötdən. Yəni nöt til o görə filan şeyi, məsəl üçün mən filan şeyi etməliyəm. Aşağıda isə iki dənə fərqli bir şeyi etməyə məcbur olduğunuzu bildirir deyə not düşmüşəm və misallar da belədir. Jeg er nødt til å gå. Mən getməyə məcburam və yaxud getməyə məcburam kimi istifadə edirsiniz. Du er nødt til å studere hardt for å bestå eksamen. Bestå da keçmiş zamanda bestot deyə keçir. Yəni imtahandan keçməyə deyirlər. Yəni bir şeyin imtahanını ikke bestot dedikdə, yəni imtahandan keçmədiniz, kəsildiniz deməkdir. Bestot dedikdə artıq imtahandan keçməyiniz mənasını verir. Bu arada bestot sözünü də öyrənmiş oldunuz. Yenə də mən kənara, qırağa buralara keçmiş zamanda bestot sözü necə deyilir və yaxud ikke bestot sözü də var, yəni keçmədiniz. Bu əslində imtahan verəndə kağızda yazılan bir şeydir. Bunu görə bilərsiniz. Ümid edirəm ikke bestot görməzsiniz, amma görəcəksiniz böyük ehtimalla. Jeg er nødt til å gå, sonra du er nødt til å studere hardt for å bestå eksamen. Demək, imtahandan keçmək üçün çox oxumalısan və yaxud çox çalışmalısan. Hard dedikdə burada studere hard, yəni güclü bir möhkəm mənasını verir. O şəkildə ağır işləməlisən, ağır çalışmalısan mənasını verir. Skeptisk. Əslində skeptisk daha çox Trøndersk dialektinə yaxındır. Ancaq bəzi dialekt sözlər var ki, məsəl üçün faktisk kimi, skeptisk gibi, bunlar başqa ölkələr, başqa şəhərlərdə də istifadə olunduğu üçün çox da eyni bölgənin dialekti, yəni ləhcəsinə bağlamamalıyıq. Məsəl üçün bu skeptisk sözü də onlardan biridir. Jeg er skeptisk til denne ideya. Mən bu ideya haqqında şübhəliyəm və yaxud bu ideyaya şübhəli yanaşıram mənasında istifadə edirik. Han var skeptisk til resultatın av undersökelsen deyə o araşdırmanın nəticələrindən şübhəli idi. Araşdırmada undersökelse deyirlər. Bu arada bu sözü də uzun sözdür, öyrənmiş oldunuz. Bunu da yazın bir kənara. Keçək faktisk. Faktisk daha çox, necə deyək, Trøndersk dialektidir, amma yenə də istifadə edəndə Norveçin hər yerindən bunu anlayırlar. Əslində deyirsiniz. Yəni bir şey əslində olmamalıydı, amma oldu kimidən də istifadə eləyə bilirsiniz. Yəni necə deyərlər? Det er faktisk, bu əslində doğrudur kimi deyirsən. Yəni heç doğru olduğuna inanmazdım, amma əslində doğrudur. Bu tip cümlələrdə istifadə edirsiniz və yaxud deyirsiniz ki, han er faktisk veldig flink. O əslində çox bacarıqlıdır. Yəni bir adamın sakit oturduğunu haqqında danışırsınızsa, daha az iş gördüyünü haqqında danışırsınızsa və s. və birdən o sırada biri deyə bilər ki, han er eller hünər ya da hünər kimi deyə bilərlər. Faktisk veldig flink deyirlər. Yəni əslində çox bacarıqlıdır, çox ağıllıdır. Vərtfal. Vərtfal da eyni şəkildə yenə Sør-Trøndelag bölgəsinin çox istifadə etdiyi şeydir, amma başqa yerlərdə də istifadə olunur. Heç olmasa ən azından mənasını verir. Bir şeyin minimal da olsa edilə biləcəyini bildirir. Yəni ən azından bunu edim, ən azından bu olsaydı kimi cümlələrdə vərtfaldan istifadə edirsiniz. Bunu Norveçlər necə istifadə edir? Vərtfal deyirlər.
Əslində necə deyək, elə tez deyirlər ki, vəltfal da deyirlər, vəltfal. Yəni o qədər tez deyirlər ki, qulağa elə səslənir. Vəltfalda eyni şəkildə heç olmasa ən azından dükani vəltfal pröva deyir. Məsəl üçün ən azından yoxlaya bilərsən, ən azından sınaya bilərsən mənasını verir. Və yaxud əgər ikke sikkert men vərtfalt har vi en plan. Mən əmin deyiləm, amma heç olmasa bir planımız var kimi cümlələrdə də yenə vərtfaldan istifadə edirsiniz. Bunun da mənası ən azından heç olmasa mənasını verir. Jurnalistlə danışanda bu Heldivisdən istifadə eləmişdim. Mən Heldivisi sıx-sıx istifadə edirəm. Mənası da yəni bizə çox yaxın olan bir sözdür. Şükür ki və yaxud çox şükür və yaxud yaxşı ki mənasını verir. Və burada aşağıda da görürsünüz eksempelər vermişəm. Heldivis Ragnerdə ikke, yaxşı ki bugün yağmur yağmır və yaxud yağış yağmır. Heldivis Şeddədə ikke no alvoru, yaxşı ki ciddi bir şey baş vermədi və yaxud ciddi bir şey həyata keçmədi kimi istifadə edirsiniz. Mən tez-tez danışmağımı üzürlü sayı tez-tez danışıram ki video uzun çəkməsin. Uansett, hər halda, hər halükarda nə olursa olsun. Görürsünüz, yay komeri uansett, mən necə olursa olsun gələcəm. Burada uansett, yay komeri bilirsiniz, mən gələcəm deməkdir. Uansetti əlavə etdiyinizdə artıq nə olursa olsun, nə baş verirsə versin, gələcəm deyirsiniz. Birincisi nədir? Sadəcə vanskelig, çətin deməkdir. Yəni, bunun ikisini də istifadə edə bilirsiniz. Biri digərindən əslində biraz yüksək səviyyədə sözdür. Məsəl üçün, yəyərtüröt demək sadəcə yorğunsunuz deməkdir. Yəyər 3 şilit deyəndə artıq yorğunluğun biraz üstünə çıxmış olursunuz. Yəni, tükənmişliyə gəlir. Eyni şəkildə, hanersint deyəndə o əsəbidir deyirsiniz. Amma qəzəb sözü əsəbin biraz üstündədir. O rasəndə deyəndə artıq qəzəblidir. Əsəblikdən biraz daha yüksək formadadır kimi ifadə edirsiniz. Və yaxud deyər vanskelig deyirsiniz, bu çətindir və yaxud deyirsiniz deyər ütfordurəndə bu çətindir, amma maraqlıdır. Yəni biraz üstündədir çətinliyin. Eyni şəkildə keçirik. Norveçində şərti cümlələr, vis, dersom, sofrəm. Əslində bunları keçmişdik daha öncə dərsimizdə. Burada mən məsəl üçün dersom, sofrəmdən heç istifadə eləmirəm demək olar. Cümlənin səhv olduğunu bilə-bilə. Vis du jobber hardt, vil du lykkes. Məsəl üçün, əgər çox çalışsan, uğur qazanacaqsan. Mən burada dersomun yerinə visdən istifadə edirəm. Amma normalı dersomdur. Yəni, onun üçün özünüzü belə sıxmayın, mən bu tip cümlələrdə dersomdan istifadə edeyim və yaxud sofrəm, dukan, duharti və kimi cümlələr qurursunuz. Burada var sofrəm, duharti, kan vi mötes senere. Vaxtın olarsa, əgər vaxtın olarsa daha sonra görüşə bilərik kimi. Burada da artıq zamanla olduğun üçün də sofrəmt. Frəmt nədir? Gələcəkdən, fremti məsəl üçün gələcək deməkdir. Onun üçün burada məsəl üçün sofrəmtin dersomun yerinə də visdən istifadə eləsəniz əgərdən bir sıxıntı olmaz. Yəni hər kəs sizi anlayır. İlla da bu cümləni olduğu kimi qurmağınıza ehtiyac yoxdur. Hamısının yerinə vis qoyub istifadə eləyə bilərsiniz. Onu da bilin, ağlınızda olsun. O go over bakken etter van, lazımsız iş görmək. Bunlar bilirsiniz nədir? Məcaz ifadələrdir. Məcaz ifadələr necə deyim, bizdə deyirləri bir məsəllə, misalla izah eləyəndə sözlər. Norveçdə də bunlar var, yəni məcazi ifadələr və idiomlar. Oha is imagen, sakit və səbirli olmaq, yəni mədəmin içində buz var. Əslində necə deyirlər? Deyirlər, yəni mədəsi qaynayan da deyirlər Norveçdə, yəni əsəbi, hər şeyə reaksiya verən və s. Bir də deyirlər ki, oha is imagen, mədəsinin içində buz olan, yəni çox səbirli, çox sakit. Və yaxud ovərə po tin is. Tin incə sözü deməkdir, nazik sözü deməkdir və arıq sözü mənası verir. İstə həm dondurma, həm də buz mənasını verir. Burada demək ovərə po tin is riskli vəziyyətdə olmaqdan bəhs edir. Əslində bilirsiniz necədir? Norveçdə daha öncə bir YouTuber də öldü bu yüzdən. Skuter sürürmüş, üstü buz bağlamış gölün üstündə, qırılıb düşmüşdü buzun içinə və ölmüşdü. Başqa bir yerdə də bir qadın düşmüşdü itlə gəzərkən buzun içinə, yenə çıxa bilməmişdi, ölmüşdü. Ona görə bir riskli şey eləyəndə deyirlər ki, du går po tin is deyirlər, yəni sən incə, nazik buzun üstündə gəzirsən, yəni hər an bata bilərsən və yaxud birinə deyə bilirsən ki, bir sıxıntın var, deyə bilirsən ki, akurat no ya går po tin is deyirsən, hal-hazırda incə bir buzun üstündə gəzirəm, yəni hər an düşüb bata bilərəm mənasında istifadə edirsən. Bunları sizə əslində bu tip şeylərdən istifadə eləyin deyə demirəm. Sadəcə
duyanda nə demək istəyir bu adam deyə bu tip şeylərdən sizə daha sonra da izah edəcəm. Həm bu dərslik sizin necə deyək, eşitmə qabiliyyətinizi artıracaq, həm də başqasından duyanda o ha isimagen nə demək istəyir bu adam, mədəsinin içində və yaxud qarnında buz var kimi bir söz. Bunlar məcaz mənalarda deyilən sözlərdir. Və sizə əlbəttə birazdan sonra ironi və sarkazm sözündə istifadə edəcəm. İronidən və sarkazmdan istifadə edəndə də heç yəni çəkinməyin. Azərbaycan dilində necə mimiklə deyirsiniz, hə mən də səni elə gözləyirdim kimi birinə və yaxud gecə 3-də biri sizə zəng gedir, qardaş narahat eləmədir. Siz də deyirsiniz, yox, oturub sənin zəngimi gözləyirdim gecə 3-də. Bu tip şeyləri Norveç dilində də istifadə edə bilirsiniz. Norveç dilində rəsmi və qeyri-rəsmi üslub fərqləri. Bu çox önəmli bir dərsdir. Bunu məncə necə deyək, siz özünüz öz IQ-nuzu işlədərək eləməlisiniz. Yəni bunu sizə bir dərslə izah etmək olmaz. Çünki harda necə bir situasiya ilə qarşılaşdığınızı heç kim bilmir. Onun üçün məsəl üçün deyirlər: "Jeg vil gjerne bestille et bord for 2 personer." Görürsüz necə sərbəst, necə uzun və necə gözəl bir cümlədir. Norveç dilində də rəsmi bir sözdür, rəsmi bir cümlədir. Deyirsiniz ki, mən 2 nəfər üçün masa sifariş etmək istəyirəm və yaxud rezerv etmək istəyirəm deyirsən, yəni bestelle yerinə rezerver də deyə bilərsiniz, siz bilirsiniz. Bu çox rəsmi bir cümlə. Bunun qeyri-rəsmi forması nədir? Bestilləni çıxardırsınız burada artıq sifarişi. Deyirsən ki, "Kan jeg få et bord for 2?" Masa ala bilərəm 2 nəfərlik. Çox qısa. Və yaxud belə də deyə bilərsiniz. "Kan jeg bestille et bord for 2 person?" Harda plus for 2 person da deyə bilərsiniz. Ya bunlar artıq qeyri-rəsmiyə keçir. Bunları artıq özünüz istədiyiniz qədər dəyişə bilərsiniz. 2 nəfərlik masa istəyirəm, 2 nəfər üçün yerimiz var. Biz 2 nəfərik kimi istədiyinizi deyə bilərsiniz restoranda. Yəni bunların hamısı qeyri-rəsmiyə girir. Rəsmi forması isə "Jeg vil gjerne bestille et bord for 2 personer." Yəni deməsəniz də olar. "Jeg vil bestille et bord for 2 personer." Yenə rəsmi bir cümlə olur. Mən niyə zırt pırt deyirəm ki, Norveç dili dünyanın ən asan dillərindən biridir. Yəni mənim üçün elədir, ən asan dillərindən biridir. Və bilirsiniz, mən bir əcnəbiyəm, Norveçli deyiləm. Və mənə bunun asan gəlməsi də normal deyil. Çünki mən necə deyim, rus dilində də öyrənmişəm, ingilis dilində də öyrənmişəm, ispanca da öyrənmişəm, hələ də öyrənməyə davam eləyirəm. Və bunların hamısını öyrənərkən baxdım ki, hansı dil daha çox sənə alternativ verir danışmaq üçün. Hansı dildə daha çox yanlış etsən səni doğru anlayarlar. Bu Norveç dilidir. Norveç dilindən başqa dil bu qədər deyil. Məsəl üçün İspan dilindəki esta, estais, estamos bir söz hərf şəxsin fərdində dəyişir. Yəni daha doğrusu şəxsin təkində dəyişir. Yəni o qədər çətindir ki, mən artıq hər kəsə eya da, yəni qadına da esta deyirdim, kişiyə də esta deyirdim, ustalın da adına esta deyirdim. Yəni siz, biz, onlar hepsinin nosotros esta, estamos olmalıdır, esta deyirdim, vosotros olmalıdır. Hamısına esta deyirdim. Və yaxud rus dilindəki kimi eyni birinci şəxs deyəndə ya rabotаю, ikinci şəxsin təkində deyəndə t rabotayeš. Görürsüz bu bir dənə rabota sözü, rabotayeš, rabotayım, rabotayet, rabotayu deyə hər söz dəyişir hər şəxsin təkində, yəni. Onun üçün Norveç dilində belə bir şey yoxdur. Norveç dilində, rus dilində necə idioş, idiom, idiot kimi sözlər var. Gəlirəm. Norveçdə elə deyil. Jeg kommer, du kommer, han kommer, hun kommer. Hamısı bir dənə ilk şəxsləri dəyişsən, kommeri qoy qarşısına, gəlirəm, bitdi, o qədər. Bunları öyrənin. Əslində fantaziyanızı genişlətdirin. Sizə tək məsləhətim odur. Qətiyyən yanlış cümlə qurmaqdan qorxmayın. Bax, hər dərsin sonunda bunları sizə izah edirəm. Mən də elə öyrənmişəm. Hələ də səhv edirəm. Gələcəkdə də səhv edəcəm. Heç bir zaman ömrümün sonuna qədər perfekt Norveçcə danışmayacağımı bilirəm. Buna əminəm. Çünki bir Norveçli burada doğulub böyüyüb perfekt danışmırsa, mən durub elə əl çatmaz xəyallar qurmaram özümə. Sizə də məsləhətim odur. Sadəcə danışmağa çalışın. Bu qədər.